İndi isə gəlin haqqında danışaq. Ən belə deyək ki, bizə lazımdır Leyli və Məcnun adlı əsərdən. Leyli və Məcnun poeması ana dilində yazılıb. Nə vaxt yazılıb, harda yazılıb, təbii ki, bunlar bizə bir elə lazım deyil. Əsər keçək artıq əsərin təhlilinə. Deməli, kitabın yazılma səbəbi əsər Rum zəriflərinin xahişi ilə yazılıb. Bu müəyyən başlıqlar var ki, əsərdə. Mən təbii ki, 3-4 dənəsini qeyd etmişəm və daha ətraflı danışacağam bəzi sonraki başlıqlardan ümumi şəkildə. Əsər müəyyən başlıqlar və həmin başlıqlarda olan hadisələr əsasında danışılır. Birincisi, kitabın yazılma səbəbidir. Biz bilirik ki, Leyli və Məcnun Füzulidən əvvəl də mövcud olub. Nizami də bu deməli dastana, bu belə deyək ki, mövzuya müraciət eləyib. Bu, çünki qədim ərəb əfsanəsi, qədim ərəb dastanı idi. Rum zərifləri, yəni incə sözləri, incə mənanı başa düşən insanlar Füzulidən məclislərin birində xahiş edirlər. Çünki onlar Füzulinin şairliyinə bələd idilər. Füzuli özü belə qeyd edir ki, yəni Füzulidən xahiş edirlər ki, belə bir əsər yaz. Füzuli də deyir ki, yəni axtarıb araşdırdım, müəyyən mənbələrdən istifadə etdim və deyir, türklərdə belə bir poema bu qəbildən yazılmamışdı. Lakin hər halda Məhəmməd Füzulinin Həqiridən xəbəri yox idi. Çünki Həqiri 1525-ci ildə təxminən 10 il əvvəl, Füzulidən 10 il əvvəl bu mövzuda, bu minvalda əsər yazmışdı artıq. Füzulinin hər halda xəbəri yox idi. Yenə də deyirəm, nəsə ixtişaş yaratmayaq. Belə, Füzuli bu əsəri yazarkən Qəm dərgahına səfərinin olduğunu xatırladır. Çünki deyir ki, bu dastanın əvvəli bəllidir, sonu bəllidir, ələm var, qəm var, kədər var, ölüm var, sonu uçurumdur. Və qeyd edir ki, bu əsərin bəhri çox qısadır, Həzəcdən danışır. Deməli, Həzəcdə hansı əsəri var idi? Bir də Məni candan usandırdı qəzəli var idi. O da Həzəcdədir, Leyli və Məcnun da Həzəcdə olacaq. Kitabın yazılma səbəbindən danışdıq. Belə. Keçid alaq Məcnunun anadan olmağı və uşaqlıq illəri haqqında. Varlı ərəb qəbilə tayfa başçılarından bir kişinin uşağı olmurdu. Müxtəlif nəzm-yazlar edirlər, müəyyən qəbirlərin üzərində nəzm-yazlar qoyurlar, Allaha yalvarırlar, müəyyən rituallar keçirdirlər və s. Bu hamısı əski dünya görüşlə bağlıdır. Qədim dövrdən danışırıqsa belə də olmalıydı. Lakin uşaqları olmur. Amma sonradan Allah onlara bir oğul payı getirir və o uşağın adını Qeys qoyurlar. Qeys də gecə-gündüz ağlayır, ah-nalə eləyir. Yəni belə uşaq sakit dayanmır. Daya da bilmir neynəsin. Daya uşağı varlıdırlar, axı daya tutublar uşağa. Daya uşağı aparır gözəl bir diyara. Çox belə ora yaxşı məcazlarla təsvir edilir o yer. İndi təbii ki, olduğu kimi deməyəcəm. Və bu yerdə də bir dənə qız onu qucağına alır. Görür uşaq ağlayır. Məcnunun qucağına alır. Və Məcnun gözəlliyi dərk edir deyə, Məcnun yəni Qeys, hələ ki Qeys deyək, Məcnun deməyək. Qeys gözəlliyi dərk edir deyə, bu bir müəllif tərəfindən işarətdir ki, yəni o gözəlliyi yaxşı mənada anlayırdı, belə toparlayaq. Sakitləşir qızın qucağında. Daya da işin bu yerdə olduğunu bilir. Həmişə deməli aparır oğlanı həmin gənc qızın qucağına. Belə bir lövhə şeir yazmışam. Bildim ki, qəmli səninki çoxdur, qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəmin hərifi, gəl təcrübə eylə, mən zəifi. Burada Qeys başına gələcəkləri öncədən bildiyinə görə deyir ki, bu deyir qəmləri çəkə biləcək bir insan yoxdur. Mən deyir ona görə peyda oldum. Mən zəifi deyir, həyatda gəl sən təcrübə eylə. Bu şəkildə bu məqamlara fikir verək. Daha sonra uşaq oldu, doğuldu. Məcnunun deməli Qeysin atası ona görə uşaq istəyirdi ki, çünki atadan sonra hakimiyyət kimə keçməli idi? Oğula keçməli idi. Təbii ki, o bir hökmdar deyildi, amma o var dövlət var idi. Yenə də xatırladıram. Varlı ərəb tayfa qəbilə başçısı idi və insanlar düşünürdülər ki, atasından sonra Məcnun keçməli idi onun yerinə. Belə Məcnunun Leylini məktəbdə görməsi təxminən söhbət 10 yaşlarından gedir. O uşaqlar bir məktəbdə oxuyarkən bir-birlərini görürlər, bir könüldə, min könüldə vurulurlar bir-birlərinə. Onların bu sevgisi dilə dişə düşür və Məcnunun, üzr istəyirəm, Leylinin anası öz qızına nəsihət verir. Deyir ki, Keyşux, yəni ey qız, deyir, sənə deyir, bütün insanlar tənə eləyir, eyib qılır.
sən deyir öz yaxşı adını deyir niyə yaman eləyirsən? Olduğu kimi bu əsər ikilik şəklində yazılıb, ikilik şəklində. Keyşux, nədir bu göftücülər? Qılmaq sənə tənə eybucülər. Bax, ikilik. Mən sadəcə burada təbii ki, dörtlük şəklində yazmışam, yenə deyirəm. Nə üçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən. Bu da bir ikilik. Daha sonra deyir ki, oğlan əcəb olmaz olsa aşiq, aşiqli işi qıza nə layiq? Oğlan deyir aşiqliyi eyib deyil, amma deyir qıza yaraşmaz. Qıza yaraşmaz. Leyli təbii ki, qəbul edirmi? Leyli bunların heç birini qəbul eləmir. Deyir, onlar mənə şər atırlar, aramızda elə bir şey yoxdur. Lakin sonradan Leylinin atası Leylini məktəbdən çıxardacaq. Qeys daha da öz içərisində alovlanacaq, Leylini görmək istəyəcək və cəmiyyətdə onların bu eşqi daha çox yayılmış olacaq. Belə bu şəkildə müəyyən qədər illər keçir, deməli, Məcnunun atası bunların yaşlarının az olmağına baxmayın, çünki o dövrdə zaten qızlar çox az yaşında ərə verilirdi, təəssüf ki. Yəni belə 10 yaş, 12 yaş belə sizə qəribə gəlməsin. İndiki dövrdə də var əslində, nəysə o məqamlara çox toxunmayaq. Təəssüf ki. Belə, nə deyirdim mən? Hə, gəlirlər elçiliyə. Məcnunun ata-anası gəlir Leylinin ata-anasının qapısına ki, bəs qızıvı ver bizə, oğlum yoxsa, yəni bəlli məsələdir. Bunların arasında əslində heç bir ədavət yoxdur. Kişi deyir ki, Leylinin atası, mən sənə, sənin oğluna qızımı verərəm. Amma sənin oğlun gərəkdir ki, məcnunluq, cünunluq, yəni dəlilik adını açsın. Yəni Məcnun xalqın adət ənənəsi ilə qızımı deyir, gəlsin, istəsin. Yəni o dövrdə bir-birlərini sevmək, nə bilim qızın oğlanı sevməyi, oğlanın qızı sevməyi deyə bir şey yox idi. Ata-ana gedirdi, bəyənirdi. Belə, məcbur evlənirdilər. Bunu istəyir. Məcnun da təbii ki, buna razılaşmır. Məcnun atası da bilir ki, oğlu razılaşmayacaq. Məcnunu aparır atası Kəbəyə ziyarətə ki, oğlum daha da ağıllansın. Ki, bu eşqindən əl çəksin, ağıllansın, belə deyək artıq. Görün Məcnun nə deyir? Məcnun deyir ki, ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Birdən bəlayı eşqdən etmə cüda məni. Məcnunun atası Məcnunu nə məqsədlə aparır ora? Deyir ki, ağıllansın, eşqdən əl çəksin. Lakin Məcnun nə deyir? Deyir ki, yəni, mənə eşqi daha çox göndər. İlahiyə yalvarır. Belə bir şeylər. Artıq danışaq Leylinin ərə verilməyindən. Leyli ərə verilir kimə? İbn Səlam adlı bir şəxsə. İbn Səlam da o da varlı bir tayfadandır. İbn Səlamın yaşı Leylidən çox-çox artıqdır. O Leylini təsadüfən görür, gəl atasından istəyir. Atası da elə Allahdan axtarır ki, qızım kiməsə verim, Məcnundan qurtulsun. Belə bu şəkildə. Leyli ərə veriləndə dəvənin üstündə gedir və dəvə ilə arasında hüquqsuzluq baxımından ortaqlılıq görür. Ortaq xüsusiyyətlər görür. Leyli ərdə olarkən, deməli, ay, şam, bulud və pərvanə ilə söhbətləşir, dərdləşir. Deyir ki, mən deyir, dərdimi Şama desəm, Şam əriyəcək. Mən deyir, ona görə dərdimi deyir, Şama demək istəmirəm. Onun deyir, zaten deyir, balaca bir gövdəsi, özülü var. Deyir, mən ona dərdimi desəm, o deyir, əriyəcək. Pərvanə ilə, çıraqla və s. danışır. Deyir ki, sən deyir, xoşbəxtsən ki, gecə deyir, öz yarıma qovuşursan. Çıraq da deyir, gecələr daha çox yanır. Amma deyir, Leyli həm gecə, həm gündüz yanır və s. məqamlara çalışmışam ki, vacibli məqamları verim. Elçilikdən danışdıq, Leylinin bu haqq hesabından danışdıq. Məcnun artıq gedir üst tutur səhralara. Səhralara üst tutur. Nofəl adlı bir dənə şəxs var orada. Nofəl məclislərin birində, deməli, Məcnun haqqında eşidir. Onda bir maraq belə doğur ki, kimdir da bu Məcnun? Onun belə bütün başına gələnlər qəzəllərdə verilir. Yəni, onda bir maraq doğurur. Bütün bu əhvalatı öyrənmək istəyir. Gəlir deməli, Məcnunun yanına dostlaşır. Lakin onu deyir ki, sən bu şeylərdən deyir, əl çək. Sən deyir, bunlardan əl çək və gəl heyvanlardan yox, insanlardan kamını al. Yəni, insanların arasına qatıl. Məcnun nə qədər ona kömək etmək istəsə də, Nofəl üzr istəyirəm, ona nə qədər kömək etmək istəsə də aciz qalır. Dövrün adət ənənələrinin içərisində aciz olmalı idi. Belə, Məcnun səhrada olarkən, deməli, göyərçin və ceyranı azad edir. Leylinin məqamını danışdıq, elçilikdən danışdıq. Leyli kimi ərə verilir? İbn Səlam adlı şəxsə ərə verilir. İbn Səlam.
Və Leyli ərə veriləndə İbn Səlama yalandan deyir ki, bəs mənim bədənimə cinlər müsəllat olub deyir. Yəni xəstəliyim var. Əgər sən mənə deyib toxunsan, barmağının ucu ilə belə olsa, bu xəstəlik sənin bədənində müsəllat olacaq, keçəcək. Ona görə də İbn Səlam dərddən yatağa düşür, sonda öləcək. Leyli 2 dəfə ağlayır əsərdə. Sətraltı mənalar var burada. Leyli birincidə qız ata evindən çıxarkən ağlamalıdır. Leyli ağlayır ərə veriləndə. Amma Məcnunun dərdinə görə ağlayır. Ərə verildiyinə görə yox. Aydındır? Belə. Yəni ərə verildiyinə görə ağlayır əslində. Sadəcə ata-anasından ayrıldığına görə ağlamır. Aydındırmı? Belə toparlayaq. İkincidə isə əri ölür, bayaq qeyd elədim. Əri ölən bir qız, qadın nə etməlidir? Ağlamalıdır. Bu da Məcnunu düşünür. İbn Səlam yox, ağlayır. Bu məqamlara bir dənə fikir verək. Milli adət ənənələrdən danışaq. O dövrdə qadın azadlığı deyə bir anlayış yox idi. Yəni bayaq da qeyd etdim. Yəni qız oğlanı sevdi nədir, oğlan qızı sevdi nədir? Elə bir anlayış yox. Xüsusilə qızlar sevə bilməzdi oğlanları. Aydındırmı? Və hətta qadın hüquqsuz olduğuna görə Leylini məktəbdən də çıxardırlar. Leyli rəfiqələrindən fərqlənən obrazdır əslində. Çünki eşqi anlayıb bilirdi, rəfiqələrindən fərqlənirdi. Amma mənəvi cəhətdən bu şeyləri eləsə də, yəni nitqinə tökə bilmirdi. Bilirdi ki, yəni onu saya salan olmayacaq. Məcnunla hətta indi nəsə onu deyərəm, onu saxlayım. Bir dənə o yadıma düşər birazdan. Belə. Nofəldən də danışdıq. Qeys kamillikdə İsa peyğəmbərə bənzədilir yazmışam. Bu əsərin əvvəllərinə aid cəhətdir. Əsərin əvvəlləri demişkən, kitabın yazılma səbəbi ilə Məcnunun anadan olması və uşaqlığı hissəsində biraz nağılvari üslub var. Testə düşən cümlədə fikir verək. Deməli, Məcnun bayaq qeyd etdik ki, səhralardadır. Səhraya üz tutub. 2 nəfər Məcnunu səhrada görür. Bizə lazım olan 2 nəfərdən gedir ha söhbət. Bir Məcnunun atası, bir də Leyli. Məcnunun atası qaranlıqda gəlir tutur, gəlir görür oğlunu və görür ki, qaranlıqda oğlundan, qolundan, sinəsindən qan axır. Belə. Leyli Məcnunu görəndə nə olur? Leyli də deyir Məcnunu təsadüfən görür və bu görüşdən sonra şeir oxuyur. Məcnun da ona deyir ki, get Leyli, sən o Leyli deyilsən artıq. Belə. Leyli hər nə qədər yalvarsa da, başına gələnləri desə də, yəni Məcnun təbii ki, onu artıq qəbul etmir. Belə. Daha sonra bayaq qeyd etdim bir fikri. Dedim Məcnunun Leyli ilə səhrada görüşməsi, üzr istəyirəm, məqamında bu şeyi qeyd edəcəm. Hansı məqamdır o? Ona görə ki, Leyli deyir ki, məndə deyil ixtiyari bazar deyir. Yəni mən hüquqsuzam deyir. Özgələrin əlindədir deyir mənim taleyim. Bu şeir də testdə birə-bir düşən cümlədir. Mən çalışıram ki, zaten ən lazımlı faktları verim. Hər halda azdan çoxdan bir-birimizi tanımış olarıq. Qadın azadlığı məsələsi, qadın hüquqsuzluğu məsələsinə bir sübutdur bu cümlələr. Leylinin öz dili ilə verilən məsələlər, Leylinin anası ilə olan söhbəti və s. hamısı. Belə bu məqamları da fikir verək. Əsər dedik ki, bizdə Nizami Gəncəvi Məhəmməd Füzulidən əvvəl fars dilində Leyli və Məcnun əsərini yazıb. Məhəmməd Füzulidə isə ana dilindədir Leyli və Məcnun. Məhəmməd Füzulidə qəzəldir, qəsidədir, rübaidir. Bir dənə adımdan çıxdı. Bir də mürəbbidir. Bu janrlardan istifadə eləyib əsərlərində, bu əsərində. Ona görə ki, qəhrəmanın daxili hiss və həyəcanlarını, davranışlarını, düşüncələrini çatdırmaq üçün oxucuya bunlardan istifadə eləyib. Və bunu Nizami Gəncəvdən bir fərqi də sufi irfani məzmunu ilə seçilməyidir. Sufizmdən danışmışıq artıq deyə çox açıqlama vermək istəmirəm. Bir də o şeylərə. Burada təbii ki, Məcnunun məktəb yoldaşı obrazı var. Xeyirxah Məcnunun dərdinə şərik olan obrazdır. Əsərdə deməli, əsərin sonundan danışaq artıq. Bir də ümumiləşdirmələrimi eləyərəm. Əsərin sonu təbii ki, faciəvi sonluqla bitir. Baş qəhrəman ölür. Belə bir digərinin qəbrinin üzərində ölürsə, təbii ki, faciəvi sonluq var burada. Lakin Zeyd onları yuxuda görür ki, onlar bəs cənnətdə artıq birləşiblər. Zeyd məktəb yoldaşıdır Qeysin, yəni Məcnunun. Bu obrazda da bir dənə fikir verdiksə, bir dənə görün başqa. Zülmət içrə nur, eşqin şahı Məcnundur. Lakin gözəllər, gözəlliyi ilə seçilən kimdir? Leylidir. Müəllif tərəfindən Leylinin gözəlliyi ən üstün səciyyədə verilir. Leyli həqiqətən də çox gözəl olub deyir. Belə. İbn Səlamdan danışdıq, ümumiləşdirmələrimizi də etdik.
Əsəri biraz da ümumiləşdirək. Həzəcdə yazıldı, poemadır, ana dilindədir, ikilik şəklindədir. Belə bu minvallardan danışaq. Bundan əvvəl kimlər yazmışdı Leyli və Məcnunu? Nizami ilə bu əsərin fərqi nədir? Yəqin ki, ən lazımlı məlumatları çatdırmış oldum. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.